Salam aleyküm dəyərli şahirdlər. Kimya 8-ci sinif 1.2-ci mövzu, yəni elektronların energetik səviyyələr üzrə paylanması mövzusunun video dərsinə başlayaq. Bismillah. Bugünkü dərs ərzində biz nələrə baxacağıq? Elektronların paylanması, elektronların formulu, elektronların xanalara dolması, sonra özümüzü keçişə bir şəkildə yoxlayacaq. Dəyərli şahirdlər, elektronların paylanması deyəndə şahirdlər bir balaca belə dəhşətə düşürlər. Ay mənim bu nə deməkdir? Elektron hara paylanır, niyə paylanır, kimə paylanır deyə belə bir suallar formalaşır. Belə bir şey var. Enerjiləri az olan elektronlar nüvənin ətrafından çox da qırağa gedə bilmir. Nüvənin daha yaxınında fırlanır. Və bunlar bir təbəqə, bir səviyyə əmələ gətirirlər. Enerjiləri daha çox olan elektronlar biraz daha nüvədən uzağa gedə bilirlər. Onlar artıq növbəti bir səviyyəni və yaxud da növbəti bir təbəqəni əmələ gətirir. Biz bu ara deyəcəyik energetik səviyyələr və yaxud da energetik təbəqələr. Ondan sonra dahası enerjiləri biraz da artıq olunca 3-cü, enerjiləri daha artıq olur 4, 5, 6, 7-ci təbəqəni belə əmələ gətirə bilirlər. Qısası, elektronlar nüvənin ətrafında təbəqələr əmələ gətirir. Bu şəkilləri bir dənə diqqət edin. Bu şəkillərdə azotun ətrafında 2 dənə təbəqə görürsünüz. Sonra fosforun ətrafında 3 dənə təbəqə görürsünüz. Bu deməkdir ki, azotun ətrafında daha az enerjili elektronlar, biraz ondan artıq olan enerjisi artıq olan elektronlar var. Fosfordasa bu 3 dənə ayrı-ayrı qatdan təşkil olunub. Yəni enerjisi az olan, biraz çox olan, lap çox olan elektronlar görürsünüz burada. Dəyişəklər, dahası bir səviyyənin içində olan elektronların özləri də fərqli cür hərəkət edə bilir. Deməli, biz öyrənmişik ki, birinci energetik səviyyədə sadəcə S adlı yarım səviyyə var. Yəni, birinci energetik səviyyəyə daxil olan elektronlar ancaq kürəvarı hərəkət edə bilir. İkinci səviyyədə olan elektronlar, yəni baxın bu hissədə olan elektronlar həm kürəvarı hərəkət edə bilirlər nüvənin ətrafında, həm də baxın belə hantelə bənzər hərəkət edə bilirlər. Yəni biz nə dedik? Dedik ki, ikinci yarım səviyyədə həm S, həm də P, daha sonra ikinci səviyyədə həm S, həm P yarım səviyyələri var. Bax, bunlara biz deməli, birincidən oldu dəyərlər S oldu, ikincidən oldu S və P oldu. Üçüncüyə gəlincə, üçüncüdə artıq S, P və D yarım səviyyələri var. Elektronlar bu yarım səviyyə və yaxud da səviyyələrdə necə hərəkət edir? Gəlin biz bunu araşdıraq. Bir hidrogen elementinə baxaq. Bizim bir hidrogen elementimiz var. Hidrogen elementi birinci elementdir. Bu nə deməkdir? Bunun bir dənə protonu var və bir dənə elektronu var. Bu elektronda, deyək ki, mən hidrogen nüvəsini çəkirəm. Bu bir dənə elektronda, baxın biz nə demişik? Demişik ki, birinci energetik səviyyədə yalnız və yalnız S adlı yarım səviyyə var. Yəni, birinci energetik səviyyənin elektronları sadəcə kürəvari hərəkət edə bilirlər nüvənin ətrafında. Dəyərlər. Deməli, hidrogenin də bu elektronun nüvəsinin ətrafında sadəcə kürəvari hərəkət edəcək. Onu gəlin biz belə deyək. Hidrogenin elektron formulunu yazırıq. 1s1. Ay müəllim, bu nə deməkdir? Bu onu göstərir ki, hidrogenin birinci energetik səviyyəsi var sadəcə və orada S yarım səviyyə var, bildiyimiz kimi. S-in də bir dənə elektronu var. Bu bir dənə elektron kürəvari nüvənin ətrafında hərəkət edir. Baxaq ikinci elementimiz. İkinci elementimiz helium elementi. Bu helium elementində görürsünüz, ikinci elementi. Deməli, 2 dənə elektron var. 2 dənə elektronu varsa, bunun nüvəsini çəkirəm. Nüvəsinin ətrafında, baxın, bu 2 dənə elektron, ikisi də bir energetik səviyyədə hərəkət edir. Baxın, birinci energetik səviyyədə. Və ikisi də S adlı yarım səviyyədə hərəkət edir. Biz bunu belə yazırıq. 1S üstündə 2. Yəni, bir dənə energetik səviyyəsi var. Orada S yarım səviyyəsi var. Onun da içində 2 dənə elektron var. Dəyərli şahirdlər, S yarım səviyyəsi bir dənə orbitaldan ibarətdir. Yəni, orada maksimum 2 dənə elektron sığır. Biz keçən dərslərdə demişdik. Baxın, biz əgər orbitalı bir xana ilə göstərsək, hər orbitalı bir xana ilə göstərsək, S-in bir dənə orbitalı var, yəni bir dənə xanası var. Və bir orbitalın içində də maksimum 2 elektron ola bilər. 2 dənə artıq elektron ola bilməz. Yəni, ona görə də heliumun, hidrogende bir dənə idi, heliumda isə 2 dənədir. Bu gördüyünüz heliuma aiddir. Bu bizi çaşdırmasın. Hidrogende baxın belədir. Bir orbital, içində də bir elektron var. Bu bizi çaşdırmasın, qoy. Hidrogen yanında seçmişəm birdən. Elə bilərsə hidrogenə aiddir. Sonra gəlirik 3-cü element, yəni litiumda. Litiumu Allah necə yaradıb? Baxın, litium 3-cü elementdir.
Üçüncü element nə deməkdir? Yəni 3 dənə proton, 3 dənə elektronu var. Yəni uşaqlar, bunun ilk 2 dənə elektronu helyumda olduğu kimi 1s2, yəni birinci energetik səviyyənin S yarım səviyyəsini doldurubdur. Amma onun üçüncü elektronu da var. Bu bir dənə elektron məsəl hardadır? Həmin elektron baxın, 1s-dən sonra gəlir ikinci s. 2s üstündə 1. Yəni artıq bunun üçüncü elektronu ikinci təbəqədədir. İndi şagird deyəcək ki, mən niyə 1s üstü 3 yaza bilmədim? Çünki deyəcək ki, S-də bir dənə yarım səviyyə var. Və maksimum tuta biləcəyi də, daha doğrusu S yarım səviyyəsində bir orbital var. Və maksimum tuta biləcəyi elektron sayı da 2 dənədir. Yəni mən daha ona 3-cü elektronu yaza bilmərəm. Belə deyək də, bu S adlı maşın yolu 2 dənə maşın tuta bilir, 3-cü maşını ora sığdıra bilmərəm. Belə. Dahası, gələk biz növbəti elementimiz olsun. Məsələn üçün birbaşa daha böyük elementlərdən başlayacağam. Mən elektronların orbitallara necə dolur, onu sizə göstərmək istəyirəm. Sadəcə onun üçün növbəti bir söhbətə başlayaq. Elektron formulu. Az əvvəl biz elektron formuluna başladıq. Sadəcə olaraq elektron formulunda bəzi bilməli olduğumuz məqamlar var. Dəyərli şagirdlər, elektronlar birinci növbədə ilk öncə atdığı addım budur. Elektronlar 1s yarım səviyyəsinə dolur. 1s yarım səviyyəsinə doldurdular, sonra keçəcəklər 2s-ə. Baxın, bir dənə oxun istiqamətində diqqət edin. Sonra 2p-yə, sonra 3s-ə, sonra 3p-yə. Yəni bu ardıcıllıqla davam edir elektronlar. Dolmağa davam edir. Məsələn üçün gəlin bir dənə element götürək. Deyək ki, azot elementini götürək. Baxın, azot elementi bildiyimiz kimi 7-ci elementdir. Dəyərlilər. Bu 7-ci elementi nə deməkdir? Yəni bunun 7 dənə elektronu var. 7 elektronu varsa, ilk öncə elektronlar gəlir 1s yarım səviyyəsinə. Baxır ki, 1s yarım səviyyəsini doldurdu. 1s-də də maksimum 2 elektron ola bilər. Artıq ola bilməz. Amma bunun hələ ki 5 dənə elektronu var. Gəlir növbəti. 1s-dən sonra görün nə gəlibdir? Baxın, 2s gəlibdir. 1s-dən sonra gəldi 2s-ə. 2s üstündə 2. Buranı da doldurdu. Deyək ki, artıq 4-ü gedib. Sonra bəs nə gəlir? Sonra gəlir 2p yarım səviyyəsi. P yarım səviyyəsinin dəyərli şagirdlər 3 dənə qoyunu vurğulayım üçün sonra çaşqınlıq yaratmasın. P yarım səviyyəsində 3 dənə orbital var. Yəni 3 dənə xana şəklində göstərə bilərik bunu. Və hər xanada da əgər 2 dənə elektron olsa, onda belə çıxır ki, P-də maksimum 6 elektron ola bilər. Yəni maksimum 6-ya qədər yaza bilərik. 6-dan artıq yaza bilmərik. 6-ya qədər yaza bilərəm. 1 yaza bilərəm, 2, 3, 4, 5, 6-ya qədər yaza bilərəm. Yəni 2s-dən sonra nə gəlib? 2p. 2p-nin üstündə mən neçə yazsam 7 eləyəcək. Baxın, ikisi burada elədi 4. Mən bura 3 yazmalıyam ki, cəmi toplayanda bunların 7 eləsin. Başqa bir şey, məsələn üçün deyək ki, olsun, natrium elementimiz olsun. Natrium 11-ci elementdir. Yazıram 1s üstündə 2, 2s üstündə 2. Baxın, 4-ü gedib. 2s-dən sonra nə gəlib? 2p gəlib. 2p-nin üstündə 6 yazıram. Baxıram ki, hələ yenə də yetmədi. Bunları toplayanda cəmi 10 eləyir. 2s-dən sonra nə gəlir dəyişəcəklər? 3s gəlir. 3s üstündə 1 yazıram. Baxın, tamamlandı. 11 oldu. Amma burada bir məqama diqqət eləyək dəyişəcəklər. Bu nəyi göstərir? Göstərir ki, bizim natriumumuz var. Onun nüvəsinin ətrafında birinci səviyyə var və burada gördüyünüz kimi 2 dənə elektron var. Sonra ikinci səviyyədə var. Oradakı elektron sayılarına baxın. 2, bu da 6. 8 dənə elektron var və nöqtə şəklində göstərin. 1, 2, 3, 4, 5, 6, 7, 8. Sonra bunun üçüncü səviyyəsi də varmış və bir dənə elektron varmış. Dəyərli şagirdlər, biz sizə bir şey demişdik. Demişdik ki, birinci energetik səviyyədə sadəcə S var. S yarım səviyyəsi var. İkincidə nə var idi? S də var, P də var. Bəs üçüncüdə nə var? Üçüncüdə S də var idi, P də var idi, D də var idi. 4 və 4-dən sonrakılarsa S, P, D, F, 4-ü də var. Dəyərli şagirdlər, yəni bu nəyi göstərir? Natrium 3s1 yazılıb. Mən bura 3p0, 3d0 da yaza bilərəm. Niyə? Çünki 3-cü enerji səviyyədə bu yarım səviyyələrin hamısı var. İçində elektron varmı? Xeyr. Yoxdur, elektron yoxdur. Bomboşdur.
Elektron yoxdur, amma var özləri. Hə, elektronla dolması, məsələn belə bir şey deyim, 4s-in elektronla dolması 3d-dən daha əvvəl olur. Amma 4s yarım səviyyə olaraq 3d-dən daha əvvəl yaradılıb Allah tərəfindən. 3d var, 4s sonradır. Sadəcə elektronla dolanda 4s birinci dolur, sonra 3d dolur. İndi onun da səbəbini sizə izah edəcəm. Məsələn, gəlin bir elementə baxaq. Deyək ki, x elementi olsun. 23-cü elementimiz. Bu necə yazılacaq? 23-ü gəlin doldurmağa başlayaq. 1s üstündə 2. Baxın, 1s-i yazdıq. Sonra nə gəlibdi? 2s gəlibdi. Yazıram 2s üstündə 2. Bu da getdi. Sonra nə gəlibdi? Baxın, 2p gəlibdi. Yazıram 2p üstündə 6. Bu da getdi. Sonra gəlirik, nə gəlir? 3s gəlir. 3s üstündə 2. Sonra 3p üstündə 6. Baxın, dəyərli şagirdlər. Hal-hazırda 18-i gedibdi. 2, 4, 10, 12, 18. Bu şəkildə gedib. Amma mən 23 demişəm axı. Fikir verin. 3P-dən sonra nə gəlibdi? 4S gəlib. Bizi yanıltmasın ha. 3D gəlmir. 4S gəlir. 4S üstündə 2. Yəni neynədir bu? Cəmi eləyib 20. 3D üstündə 3. Elədi 23. Deməli, dəyərli şagirdlər, biz birinci 4S-i doldurub, sonra 3D-ni dolduracağıq. İndi biz baxsaq, deməli, bunun birinci təbəqəsində 2 elektron, ikinci təbəqəsində nə qədər elektron var? 8 elektron. Üçüncü təbəqəsində, deməli, 8 bölü 3, 11 elektron var. Sonuncu təbəqədə də 2 elektron var. Hə, burada 4S gördük. Deməli, burada 4P0 da var, 4F0 da var. Sonra 4P0, 4D0, 4F0. Onların hamısı var. İçində elektron yoxdur, tamam, amma yarım səviyyə olaraq onlar var. Bizə sonraki suallarda bu lazım olacaq. Gəlin bir dənə də deməli hansı elementi? 19-cu elementimizi yazaq. Yəni kalium elementini yazaq. 19-cu element. Bu necə yazılır? 1s2. İkisi getdi. 2s2, 2p6. Baxın 10 dənəsi gedib. 3s2, 12-si getdi. 3p6, 18-i getdi. Hə, 18-i gedib. 3p-dən sonra nə gələr? Gələr 4s. Yəni yazıram. Baxın, cəmi eləyibdi 18. 4s1. Bax, mən 3d-ni yazmadım. 4s-i yazdım. Çünki bu ardıcıllığa diqqət eləyəndə, baxın, bu ardıcıllıqda, fikir verin bu ardıcıllıqda, birinci 1s gəlib, sonra nə gəlib? 2s, sonra 2p, 3s. Bu minvalla, fikir verin, 3s-dən sonra 3p, sonra 4s gəlir. 3d gəlmir. Bu niyə belə gəlir axı? 4s-dən sonra 3d olmağa başlayacaq. Niyə belə olur? Dəyərli şagirdlər, burada elektronlar enerjiləri az olan yarım səviyyəyə dolurlar. Alimlər müəyyən elədilər ki, sən demə 3D yarım səviyyəsinin enerjisi 4S yarım səviyyəsinin enerjisindən daha artıqdır. Ona görə 4S birinci dolur, enerjisi azdır deyə, sonra 3D dolur. Hə, bu bizi aldatmasın. Baxın, burada əslində nə var? Qələmə keçək. Hə. Burada əslində 3D0 var ha. İçində elektron yoxdur sadəcə olaraq. Həmçinin burada 4P0 da var, 4D0 da var, 4F0 da var. Çünki nə demişik? 4-cü enerji səviyyədə artıq elektron varsa, o yarım səviyyələrin hamısı var burada. Mən bunu ne dedim növbəti suallarımızda? Çünki biz bununla qarşı-qarşıya olacağıq. Dəyişək, elektronların orbitallara dolması. Elektronlar orbitallara, daha çox xanalara dolması. Bu xanalar dedikdə orbitallar nəzərdə tuturam. Xanalara dolması. Belə təsəvvür edək. Bir dənə şəkilə diqqət edək. Bir dənə masamız var. Biz gedirik kimləsə, məsələn, deyək ki, çay içməyə. O çay içəndə yan-yana oturmuruq ki. Düzdür, bəzi ayaqüstü çay içən yerlər var, yan-yana da oturulur. Biz adətən kimləsə söhbət edirik, bir çay içir, nəsə bir şey edirsə, üzbəyiz otururuq. 2 nəfəri üzbəyiz otururuq adətən. Baxın, belə bir şey olur. Bir masanın ətrafında birimiz bu tərəfə baxır, birimiz də bu tərəfə. Bir-birimizə baxırıq da, bir-birimizdən bu istiqamətdə baxırıq. Sanki orbitallarda da elektronlar elə dolubdur. Orbitallara dolan elektronlar, baxın, bu şəkildə yazılış doğrudur. Yəni, bir orbitallarda elektronların birini üzü yuxarı, birini üzü aşağı çəkəcək. İkisini də üzü yuxarı çəkmək və yaxud da ikisini də üzü aşağı çəkmək yanlışdır. Bu yazılışlar yanlışdır. Amma bu nə deməkdir? Bu o deməkdir ki, baxın, deyək ki, bir nüvəmiz var. Bu nüvənin ətrafında bir orbital var. S deyək ki, yarım səviyyəsi var. Bir orbitaldır. Burada 2 dənə elektron hərəkət edir. Dəyərli şagirdlər,
Bu elektronlar nüvənin ətrafına hərəkət eləməkdən əlavə axı özü ox ətrafında da fırlanırlar. Alimlər müəyyən edirlər ki, elektronun biri əgər saat əqrəbinin əksinə hərəkət eləyirsə, digəri saat əqrəbi istiqamətində hərəkət edir. Baxın, bu istiqamətlərin birinin üzü yuxarı, birinin üzü aşağı təsvir etsək, biz deyəcəyik ki, bir orbitalın içində bir dənə elektronun spini yuxarı, buna spin deyirlər bu arada, birinin də spini aşağı şəkildə göstəriləcək. Yəni, bu deməkmiş, dediyim kimi, ikisinin də üzü yuxarı, eyni orbitaldakı elektronların ikisinin də üzü yuxarı, ikisinin də üzü aşağı təsvir olması yanlışdır. Baxaq, dəyər şəkillər, bunu bir təmizləyib buradan. Dahası, bir energetik səviyyəyə elektronların dolmasısa Hund qaydası ilə olur. Bu Hund qaydası nədir? Mən buna marşrut qaydası deyirəm. Bu nə deməkdir? Belə təsəvvür eləyərlər. Bir vətəndaşımız var. Bu vətəndaşımız gəlib, bu marşrutda da məsələm üçün deyirəm, sadəcə şofer oturdu. Şoferdən başqa, yəni sürücüdən başqa heç kim yoxdur. Adam biri gəlib oturur, məsələm üçün deyək ki, burada. Bir adam oturubdur. Marşruta girən digər sərnişin bu qədər boş yer qala-qala gəlir oturub bunun yanında. Təbii ki, bizdə belə bir adam qəlbə baxır ki, haqqardakı başqa yerdə oturda niyə mənim yanımda oturursan? Deyir və bu adamı qovur yanından. Adam məcbur olur, gəlir oturur burada. İndi epizodu biraz başqa cür təsvir eləyək. Baxın, təsəvvür eləyin. İndi marşrutda, baxın, tək nəfərli yerlərin üçündə də vətəndaş oturub. Bir növbəti bir təzə gələn vətəndaşımız gəlir, oturur bunun yanında. Daha bu heç nə deyə bilmir. Axı, qardaş, yerlər, tək nəfərli yerlər hamısı dolu. Mən də gəlmişəm, sənin yanında oturmuşam. Elektronlar da bunu edirlər əslində. Elektronlar eyni yarım səviyyəyə dolanda birinci tək dolurlar. Ondan sonra tək olan elektronlar başlayırlar cütlənməyə. Yəni, nə demək istəyirəm? Baxın, bu şəkildə yazılış doğrudur. Birinci növbədə özdə bir şey var. Məsələn, P yarım səviyyəsi. Burada hazırda P yarım səviyyəsi təsvir olunub. P yarım səviyyəsində elektronlar dolanda və yaxud da hər hansı bir yarım səviyyə. Birinci, eyni spinli dolurlar və tək dolurlar. Yəni, məsələn üçün deyirəm, birinin spinin üzü yuxarı çəkmişsə, P-dən söhbət edir. 3 dənə çəkəcəksə, 3 dənə tək dolduracaqsa, birinin spinin üzü yuxarı çəkmişsə, 3'ü də üzü yuxarı olmalıdır. Və yaxud da üzü aşağı çəkmişsə, 3'ü də üzü aşağı olmalıdır. Yəni, bu iki yazılış doğrudur. Bu gördüyünüz iki yazılış, ikisi də doğrudur. Amma, məsələn, bu yazılış yanlışdır. Niyə? Birinin üzü yuxarı, ikisinin belə bir şey olmur. Hamısı üzü yuxarı və yaxud da hamısı üzü aşağı olmalı. Bu iki yazılış yanlışdır. Və yaxud da bu yazılış yanlışdır. Ola bilməz. Bir də nə dedik bayaqlar? Dedik ki, birinci tək də olmalıdır. Boş yer qalmamalıdır. Ondan sonra cütlənməlidir. Yəni, bu yazılış da yanlışdır. Niyə? Ay dost, burada bir boş yer varsa, niyə gəlin bunun yanında sıxışıb qalmısan? Bu olmaz. Və yaxud da, gələk, bu yazılışda yanlışdır. Ay dost, burada bir boş yer var, niyə gəlib sıxışmısınız adama deyərlər. Bu da yanlışdır, olmaz. Sonra dəyər şeylər, bax, bu gördüyünüzdə yanlışdır. Niyə? Çünki burada bir orbitalda görürsünüz, eyni spinli elektronlar var. Bu yazılışda olmaz. Gəlin növbəti məsələlərə. Bu yazılış doğrudur. Niyə? Çünki birinci tək dolublar. Təkdən sonra artıq növbəti elektron gəlibdir və gələn elektron da əks spinli dolubdur. Sonra, baxın, bu yazılışda doğru fikirdir. Bu yazılışda həmçinin doğru fikirdir ki, onlarda gördüyünüz kimi elektronlar əgər tək dolubsa, növbətisi əks spinli dolması çox normal bir haldır. Dəyərli, gəlin bir misalda yoxlama eləyək. Bizim bir titan elementi verildi. Titan elementi üçün biz nələri tapmalıyıq? Birinci, elektron konfigurasiyasını tapaq. Elektron konfigurasiyası deyəndə, baxın, bu nəzərdə durdu. 1s üstündə 2, 2s üstündə 2, 2p üstündə 6, 3s üstündə 2, 3p üstündə 6, 4s üstündə 2, bu elədi 20. Sonra bir də 3d üstündə 2, 22. Bu bizim titan elementimiz. Bizə nə dedik? Birinci elektron konfigurasiyası bitdi. Elektron konfigurasiyası düzdür. İndi gəlin deyir ki, cüt elektronlu orbital sayını tapaq. Dəyər şeylər, bu cüt elektronlu orbital sayı nə deməkdir? Ümumiyyətlə, tək elektronlu orbital nə deməkdir? Cüt elektronlu orbital nə deməkdir? Gəlin bunu bu misal üzərində araşdıraq. Baxın, nə yazmışıq? 1s2. S-ə görə bir orbitalımız var. Gördüyünüz kimi içində də 2 elektron var. Yazıram, bu 2 dənə elektronunu yazıram. Bir yüz yuxarı, bir yüz aşağı. Sonra gəlim 2s üstündə 2. Yəni ikinci enerji səviyyədə S varmış.
Görürsünüz 2 dənə elektronu var. Mənə üstündə 2 deyibdi. Sonra gəlir 2p. P yarım səviyyəsində 3 dənə orbital var idi. Baxın 3 dənə orbital çəkirəm burada. Və 6 dənə elektron var. Birinci bunları tək doldururam. 1, 2, 3, 6 dənə də çatmır. 4, 5, 6 bu şəkildə düzdüm. Sonra nə gəlir? Gəlir 3s. Yəni yenə də bir dənə s orbital çəkirəm. İçində də 2 dənə elektron çəkirəm. Çünki 3s 2 deyibdi. Sonra gəlir 3p üstündə 6. Yəni yenə də p orbitalları çəkirəm. Özdə 3 dənə olmalıdır p yarım səviyyəsində. Gördüyünüz kimi 6 dənə elektronu var. Yəni nə deməkdir? 1, 2, 3, 4, 5, 6. Sonra dahası gəlir 3d. 3d-də də 5 dənə orbital var. 1, 2, 3, 4, 5 bu şəkildə. 1, 2, 3, 4, 5. Gördüyünüz kimi D-də 2 dənə elektron var. Sonra nə gəlib? 4s gəlibdir. 4s'i də burada çəkirəm. İçində də 2 dənə elektron var. Dəyişəcəklər. Amma bundan əlavə yenə də orbital var. Biz nə demişdik? 4-cü energetik səviyyə varsa, yəni burada nə var? Burada həmçinin 4p0 da var, 4d0 da var, 4f0 da var. Belə bir şey demişdik. Gəlin onları da çəkək. 4p0-ı çəkirəm, yəni p-yə görə 3 dənə orbital var. İçində də elektron yoxdur, gördüyünüz kimi burada. Sonra 4d0-ı da çəkirəm. D-yə görə nə qədər orbital var dəyərlər? D-yə görə də 1, 2, 3, 4, 5. Sonra 4f0-ı da çəkirəm. F-ə görə də 7 dənə orbital var idi. Bunları da çəkək. 1, 2, 3, 4, 5, 6, 7. İndi gələk sualımıza baxaq. Mənə deyir ki, elektron konfigurasiyası tamam yazdım onu. Cüt elektronlu orbital sayını tapaq. Baxın, gördüyünüz kimi rəngimlə dəyişək. Cüt elektronlu orbital 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Cüt elektronlu orbital sayı 10 dənəymiş. Tək elektronlu orbital sayı. Tək elektronlu orbitallar 1, 2. Cəmi 2 dənəymiş. Gələk boş orbitalların sayına baxaq. Boş orbitallarısa, gəlin bu işarə ilə göstərək. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Deməli bizim nə az nə çox 18 dənə boş orbitalımız varmış. Dəyişəcəklər, diqqətinizi görə təşəkkürlər. İnşallah növbəti dərslərdə görüşərik.